Artıq Özbekistan öz bir mətbəxi var ki. Çok güzeldir. Salam. Hamıya salam. Bugün biz benim geyimime uyğun təsadüfən oldu. Özbək restoranına gedirik. Özbəkistan ümumiyyətlə bizim üçün xüsusi bir ölkədir. Tez-tez oluruq, xüsusən İbrahim. Demək olar ki... Dünən özüm Özbəkistandan qayıtmışam. Bugün də Özbək mətbəxinə gedirik. Darıxıb artıq Özbəkistan üçün və həmçinin də ona görə xüsusidir ki, hətta evlilik təklifimiz belə təsadüfən belə alınsa da Özbəkistanda olub. Ona görə daha xüsusidir. Bundan əlavə də həmçinin oranın insanları çox mehriban, gülər yüz, sevgi doludular və ona görə də ora hələ bil ki mənim ikinci vətənimdir. Yəni insanlar Azərbaycanlılara çox yaxındır, özbəklər. Və orada da çox yaxın dostlarımız da var. Və hətta kanalımda da özbək dostlarımızla Bakıda gəzdiyimiz, vaxt keçirdiyimiz bir videoda var və yaxud da olacaq. Bilmirəm hansı videoda tez çıxacaq. Ona görə indi yollanırıq restorana. Geldik, çatdıq. Bakın özbək giyimi. Ama kalorili. Çak-çakı çok sevseydi. Bakın burada çerezler. Onlarda da çerezler məşhurdur. Çaylar. Kuru meyveler. Kurut, tərti növləri ilə. Kurut bizdə də var da, onlarda da var kurut. Ümumiyyətlə, Orta Asiyada məşhurdur. Baxın, burada gözünüzün qabağında pişiriblər. Orada özbək aşı da var. Hər şeyi görürsünüz. Burada da fərqli növ un məmulatları, özbək çörəyi, pişintilər. Bakın burada çöreği pişir. Ümumilikdə çok şirin mekandır. Size birinci menümünü göstereyim. Burada esas yemekler, her bir yemek esas təminat var. Özbək plovudur, ne bileyim ki mantıdır. Biz hepsine sipariş verdik. Sonra çuçvara, sonra xonumda onların yeməkləri. Böyle qazan kebabıdır, samsadır, samsaların növləri var. Yine burada gül xonumdur. Adlarını tam olarak bilmirəm, salatdır, sonra laqmandır vs. Əsas bütün yeməklər burada var. Və göstərirəm ki, kiməsə maraqlıdırsa baxa bilər. Bu arada özbək çörəyi həqiqətən çox dadlı olur. Bilmirəm, fərqli olur və çox dadlı olur. Belə pişintilər də var. Fərqli növ çaylar və içkilər. Belə. Bunlar təəssüf ki, hal-hazırda bitib. Amma yəqin ki, yaxın zamanda olar. Deməli, yeməklərimiz gəldi. Samsa'da gələcək. Voila! İbrahim Bey, tadına baxırsınız. Odur. Yiyip satırlar. Siz Yok, dotlar da qəşəngdir. yalandan tərəfləmirik. İbrahim Bey, Özbək oğlanı təsdiqlədi, sözü mənə tatlıdır.
hazırladık. Mama hazırladı. Azərbaycanlıların ağızlarına uyğun. Necə maraqlı qazına baxmışıq. Mantı da çox tatlıdır. Çox tatlıdır. Bir tane bal kabağı çakmış. Kök. Ben de onu düşünüyorum. Kök değil o içinde. Bence bal kabağı. Bence köktü. O da olsa laf əla olar. Ama plov çok idealıydı da. Bu da tatlıdır ama plov laf beğendim. Samsamız da geldi. Aslında ucu çok doyduk. Artık doyuruq. Artadıq ama dadına baxaq. Burada deməli samsanın yanında belə bir sos verilir. İkinci sossuz dadına baxaq. 50 mililitr. Markovka tatlı. Burada nəsiz nədir? Onu başa düşmürdüm mən. Çünki ətə bütöv qoyurlar. Mantının da içine bütöv belə sok. Tikə. Balaca tikələrə farşdır, amma tam farş deyil də, tikə-tikədir. Burada da elə bir toyuğun əti bütövdür. Yadıma düşdü. Qazaxıstanda falan da belə olurdu. Tatlıdır, sadəcə doymuşuq və ən birinci aşıq idi yenə. O belə deyil ki, ən toxuydu. İbrahim, nə deyirsin? Həqiqətən çok tatlı samsandır. Eti süpürdün. Doymuşum prosta. Doymuşuq. Çok getmir ama Dad olaraq artıq bilirik də, Özbək mətbəxinə aid. artık Özbekistan, Özbek mətbəxi Bakıda. Baxın, burada bir yemək yedik, hətta qaldı. Və cəmi 30 manat ödədik. Əladır qiymətlər də, keyfiyyət də, dad da. Deməli, ümumi belə idi məkan. Gözəsə çəkmədim. İbrahim, sənin kostyumuna. Bura bu arada Nərimanova yaxın yerləşir. Baxın, belə hazır setlər də var. Hədiyyəli, 20 manata. Məncə əladır. Özbəyi olanı. Həmişəki kimi qonaqlarımızı gətirdik. Bura Şəhidlər Xiyabanı və Dağüstü Park. Bugün qonaqlarımız var. Deməli, qonaqlarla şəhərdə gəzdik. Biz isə qaydırıq evə, çünki sabahda bizi maraqlı gün gözləyir. Bugün dəhşət küləkli anladığımız qədər gəlmişik Botanika bağına. İbrahim, nə gəlsiz? Biz niyə burada fotosesiya eləmədik ki? Deməli, baxın, çox dəyişib bura. Axırıncı dəfə məktəb vaxtı. Məktəb vaxtı gəlmişdi bura. Vinyetka şəkli. Giriş 2 azaymış. Həqiqətən çox gözəl dəyişib bura. Çox gözəldir. Bura gəlməyə dəyər. Bizim artıq bir neçə günə bir ilimiz olacaq. Bu videonu 19'u çəkirəm ayın. 24'ü bir ilimdir. Ben indi İbrahim'i tapmayam sadece olarak. Onlar biraz qabağa getdilər qonaqla. Görüm hardadılar.
gəldim. Baxın, arada bəli gəlir də var. Və burada belə bir yerdir, labirint kimidir. Ora gedib çıxmalıyam, İbogilin yanına. Görüm hardan gəlirəm ora. Hardansa gedib ora çıxmalıyam da yəni. Bilməm, İbo mənə söylədi biraz. Məncə elə bir şey yoxdur burada. Bir balaca labirintdir də. Nə bir qorxulu bir şey yoxdur ki. Sadəcə dedi ki, oy, ya da bilmirəm. Gəlib çıxacağam ora. Ümid edirəm ki, hə. Gəldim, çıxdım. Nədən sonra? Baxın, belə bir sadəcə hündürlükdən yerdir. Baxın, burada da belə bir uşaq meydançasıdır, amma çox maraqlıdır. Həqiqətən buranın ab-havasına dizaynına uyğun qurulub. Hətta orada bir dənə masa var idi, sadəcə insanlar var idi, yəni çəkmək istəmədim. Narahat etmək, piknik masası kimi. Belə mini düşə var idi. Ona görə həqiqətən belə gəlib istirahət etməyə dəyər. Cəmi 2 AZM giriş əladır. Ümumilikdə çox geniş ərazidir. Sadəcə gəlib gəzib baxasız da özünüz. Biz indi o hissəyə qalxacağıq. Körpü ilə göl olmalıdır. Gedək görək əsas belə deyək məkanlar sizə göstərirəm. Hava çox küləkli olduğundan səsimi normal eşitməyə bilərsiniz. Ona görə düşündüm ki, ən yaxşısı belə üstündən səsimi yazım. Yuxarıya qalxdıqca daha da gözəl mənzərə açılırdı. Burada hətta belə kafe var idi. Və estetika baxımından çox da gözəl idi. Çox bəyəndim buranı. Baxın. Şimdi bu hissədə var. Bu hissə bilmirəm, əyləşmək üçün çox deməli. Burası isə kafe. Belə bir məkandır. Çox estetikdir bu arada. Baxın, bu hissədə körpü də var. Ümumi abu-havanı tam olaraq sizə ötürmək üçün bəzi hissələrdə orijinal səsi saxladım. Bu hissədə isə gözəl mənzərə açılırdı. Bu arada söylədiyim kimi qonaqlarımız var idi. Bu dəfə qonaqlarımız Qırğızstandan idi. Aranjiriyadır. Şokdayıq burada. Çox qəşəngdir. Gözəl. Bitmir. Buranı çox bəyəndik. Mütləq yenə qayıdacağıq. Bu arada çox işlər gördüm. Getdim sonra valideynlərim gilə dəydim. Sonra rəfiqəmlə görüşdüm. Gənclik gəldim yenə. Burada Librafa gəlmişəm. Keçən dəfə də storylər üçün çəkmişdim, amma paylaşmadım. Sonra hardasa qalıb orada. Bu kitabı göstərmişdim sizə. Bunu Talk to Me in Korean, bilirsiniz ki, Koreya dili öyrənənlər üçün çox gözəl bir kitabdır və burada rus dilindədir. Bu kitabın rus dilinə olan tərcüməsidir. Sadəcə olaraq bunun içi ağ-qaradır deyənlər. Tam da wow deyil, amma kitab olaraq əla bir kitabdır. Dərslərdə mən də istifadə edirəm. Bunu həm Librafda görmüşdüm keçən dəfə. Burada da var. Bir də buradan belə bir kitab var. Buradaydı. Bu əslində kitab yox. Bunu internetdən də sadəcə çap edə bilərsiniz. Qiyməti 8 manatdır. Yəni nə ucuz, nə baha, orta deyərdim. Amma bunu belə deyək də pulsuz çap da elətdirə bilərsiniz. Pulsuz deyəndə ki, yəni daha az məbləğə alınacaq. Baxın, burada hecaları, hərfləri öyrənərkən hecaları yazırsınız. Sonra burada Korean Grammar News var. Bunun sırf orta səviyyə və həmçinin də rus dilindədir. Prosta qiyməti 46 AZM-də demək olar. Bunu adi PDF variantını götürüb çap edə bilərsiniz. Qiyməti belə deyək, bahadır. Əslində belə bir kitab da var. Topik sözlərdir. Bu yenidir, görməmişdim daha öncə. Əslində pis kitab deyil, pis kitab oxşamır. Sözlər var siyah olaraq və burada topik. Bu sözləri gördüyünüz, bu sözlər ilə qarşılaşdığınız topik tapşırıqları.
rus dilində olan Koreya dili kitablarını çox da məsləhət görməzdim. İngilis dilində yaxşı kitablar var və əsasən Koreya universitetlərinin öz kitabları var ki, onlar ən effektiv olur dərslərdə. Mən də onlardan istifadə edirəm.